Salam uşaqlar, necəsiniz? Keçən dərsimizə, tapşırığımıza hazırsınız da yəqin ki, keçən dərsimizdə həmişə olduğu kimi çox maraqlı keçdi. Mən bu dərs üçün, bu uşaqların həvəsi üçün həqiqətən ürəyim açılır baxanda ki, necə tez öyrəndilər. Bunun üçün aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği layihəsi çərçivəsində bizə dəstək olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə dönə-dönə təşəkkür edirəm və sözü yenə də müəllimimiz Cavanşir Quliyevə verirəm. Buyur Cavanşir. Çox sağ olun, xanım. Elə milli dəyərlərimizə dəyər verdiyinə görə doğrudan da həqiqətən də təşəkkür edirəm qeyri-hökumət təşkilatlarının dəstəyi agentliyinə ki, doğrudan da bu layihə, bu iş çox uğurlu bir addımdır. Daimi olmasını arzulayıram. Yəni, inşallah görək o gözəl balalarla da növbəti dərsimizdə qaldığımız yerdən də bir də keçdiyimiz havaları təkrar edəcəyik. Ən əsası da sözləri Səməd Vurğunun olan Azərbaycan şeirinin Aşıq Köşdə havasından məşq edək. Keçən dərs biraz zəif cəhətlərimiz var idi, onu doğrulda inşallah. Sazlarımız kökdədirmi? Sən gətirin, səsini dəyişək. Şimdi kök dəyişmək üçün qarmaq var mı? Kimdəsə? Səndə var. Səndə yox, kimdə yoxdur, yaxın naşlım. Tələsməyək. Elə qalxaq ayaq üstə görək. Həmişə ayaq üstə olar, amma biz öyrənəndə otururuq, amma ayaq üstdən yuxar zamanı ayaq üstə daha yaxşı olur. Biraz o tarafa gelin. Çok çektik, çok biraz yakın. Şimdi hazır oluruz.
daha yuxarı olsunsa, oxu səsin çıxsın. Yaxşı? Başlayaq. Sən səsin daha tək oxu görür. Daha yukarı olma. Sen sesin var ya, biz de bilsin. Bir daha sesin çık Xəncənin yanına. Ay, sağ ol. İçində bir yerə. Sən seçən bax sözləri bilirsən, bu sözləri. El bilir ki, səndən səsin daldır, sən də. Yaxşı? Biraz ürəkli olmaq lazım. Ritmi də biraz vurçun, ürəkli. Hamı geçsin, var için, yaxşı? Buna bir girişimdə eləyərəm, mən eləyəndən sonra siz qoşularsınız. Başladı 3, 4. Mən başlayayım, gözləyim. Tamam, siz eləyin, gözləyim. oxuyanda kanallıqda dayanırıq, akord veririk və oxuyuruq. Oxuyarkən çağrı olmaz. Aydındır?
ifa edərkən sadı düz tuturur. Bala danışır. Sən də bəlkə elə qəşəng tutursan, ritmdə dayanırsan, doğru. Yaxşı? Hə? Hə? Niyə? Çox zil deyil ki, çox zil kanal deyil ki, sənin səsinə normal atmışsın. Hə, başlayaq, səsini qaldır. Sənin səsin olardan ilk səsini niyə eşidirsən? Hazırım, 3, 4. Bax, dediklərim yadda qaldı. Hə, 3, 4. Ürəyini vur. 3, 4. Bunlarda səs keçid dövrü olduğuna görə səsləri amma aşağıdan oxumaq lazımdır. Oturun. Biraz oturun, dincələk. Siz o yanda oturun. Deməli, görürsünüz, sözləri daha da qəşəng öyrəndikdən musiqiyə.
keçən dərsdə bir daha əvvəlki dərslərimizdə ustadlarımızdan şeirlər demişdim, tapşırmışdım sizə. Qurbaninin hansı sözüydü? Yaxşı, kim ustadlardan bir şeir deyə bilər? Şairlərdən mən Aşıq Ələsgərdən olsun. Aşıq Ələsgər, Növrəz Liman, Aşıqalı, Ağaşıq, Qurbani, Balqanlı Abbas. Kim bilər? Kimdə var? Bir şey olmaz ki, bilməyəsiz aşağıda. Bax, Aşıq Ələsgərdən Çərşənbə günündə çeşmə başında bilirsiniz, eşitmişsiniz, bilirsiniz, gözüm bilmirsiniz. biraz qalmış. Sonra Bilərəklər o Sazı. yerin deyilmiş. ilk sazı götürən aşıqlar üçün tövsiyəsi var. Hansı şeir ola bilər? Özdəki orta məktəb dərsliklərində də var. Aşıq olub diyar-diyar gəzənin əzəl başdan türk kəmalı gərəkdir. Oturub durmaqda ədəbin bilə mərifət elmində dolu gərəkdir. Sonra o müsibətlərini kim deyə bilər? Xalqa həqiqətdən mətləb qandırar. Şeytanı öldürməsin. El içində taş otura, taş dura, dağılsın da xoş sədalı gələn. Görürsünüz, nə gözəl sözlər, nə gözəl. Elə bir şey sanki Mən Aşıq Hüseyndən mən tərbiz bilirəm. bilirsən də görün. Ey Şahı Zülfüqar, düldüləs var, səndədir dərdimin dürüst dərməni. Həqiqət bağında açılmış güləm, dərmə istəyirsən dürüst dərməni. El içində qəm-qüssədə bilmənəm, bəxti qara ya dostum ya mənəm, sərrafın dəstində yaqut ya mənəm, zərgər zərə tutar dürüst dərməni. Aşıq Hüseyin dərsini alıb elm həyatdan, yerdə xəbər verir əşqan busatdan, nanəcif nəxalət xeyli fəsaddan, onlardan zərifdir dürüst dərməni. Sağ ol, çox qəşəng, bax, çox bəyənilsin. Özdəki hər çox adam bu şeiri heç bilmir. Dərsin sözü çox yadda saxlamış. Çox gözəl də şeirdir. Bax, bu işinə görə sənə doğrudan da təşəkkür düşür. Bax, görürsünüz, bax, bu kimi şeirləri həmin ibrətamizdir, həmin insanlıqdan danışır. Yəni ki, bu şeirləri öyrəndikcə insanın ruhu təmizlənir. Bu şeirlərdən, ustadlarımızdan həmişə öyrənmək mütləq lazımdır. Digər kimlər bilər, başqa nə şeir bilirsiniz? Kim nəyi bilir, danışsın da. Həmcə, sən bilirsən mi? Mən Göyçay bilmirəm. Kimin şeiridir? Bilmirsən? Zəkislanın şeirini Zəkislanın Və el şairlərimiz var, onlar aşıqlar deyil, amma elə şeirlər yazırlar ki, misasında yaxın dövrümüzü əhatə edən şairlər, hal-hazırda yaşayan şairlər var, şairələrimiz var, yəni gözəl şeirlər yazırlar. Və bizim bax, gözəl şairələrimizdən biri də Pərvanə xanımdır. Yəni, onun şeirlərindən. Çünki bəzən o zamanımızda, dövrümüzdə olan şairləri, şairələri tanımırıq. Əsrlər keçəndən sonra bəlkə onlara biz heykəli də qoyula bilər. Yəni, bilirsinizmi, insanlar indi dəyərini verməliyik ki, sonralar bizə qəbahət olmasın ki, bu dövrdə bu şairin, bu şairənin qədrini verməli. Yəni, şeir yazmaq hər adamın da işi deyil. Yəni, şeir xüsusi adamlar yazır, xüsusi talent olanlar yazır. Bu aşıq sənətinin əsas qolunu təşkil edəndə şeirlərdir. Yəni, sözdür. Sözlə musiqinin vəhdətindən qeyri-adi, möcüzəvi bir sənət növü yaranır. Yəni, söz musiqiyə, musiqi sözə təsir edərək möhtəşəm bir mənzərə asır bizim gözümüzün önündə. İndi isə keçən, amma bu dəfə sizdən sizi bağışlayacağım, gələn dərsi bağışlamayacağım ki, ən asan şeirdir, həm də ki,
Çox gözəl şeir. Qurbaninin ilk aşıqlığın, yəni aşıqlıq adı altında bu sənət fəaliyyət göstərir. İlk aşığımız Qurbani. Düzdür, aşıq sənətinin dərin kökləri var, gedir. Ozan sənəti var, özü oyana gedəndə şamanizmə gedir, çıxır. Eramızdan əvvəl 4-cü minilliyə, 2-ci minilliyə aid tarixi qaynaqlarda gil, saxsı qabların üzərində aşıq məclislərinin şəkli təsvir olur. Yəni, yaxın keçmişə əhatə eləmir də, minillikləri əhatə edir. Təbii ki, başqa ad altında fəaliyyət göstərilmiş. Şamanlar da keçmişdə bütün tayfanın ulusunda xalqın elə ki, yol göstəricisiymiş. Hətta elə məqamlar olmuş ki, o elə ki, indiki dövrdə deyək ki, məsələn, icra başçısını deyək və yaxud prezident mi deyək də, o missiyanı da yerinə yetirilmiş ki, o şamanlar həm rəqs edərlərmiş, həm musiqi icra edərlərmiş, həm qeybdən xəbər gətirən kimi də, yəni bu kimi keyfiyyətlərə malik. Ona görə də aşıq sənətində hər bir sənətin elementləri var. Rəqs də var, musiqi də var, haqqa bağlılıq var. Yəni, bir çox əsas 5 element deyirlər, amma bütün insanlığa aid olan nə ki, yaxşı xüsusiyyətlər var, aşıq sənətində cəmləşir. Yəni, indiki dövrdə də yaxın dönəmlərdən gördüyüm, bildiyim o idi ki, aşıqlara hörmətlə yanaşardılar. Aşığın dediyi sözü iki eləməzdilər. İndi biraz bəzən o dövrümüzdə onu da toxunmaq istəyərdim ki, hərə əlinə bir saz alır, biraz sazda elə bir xüsusi bir ahəng, akustika var ki, görürsünüz, bax, bir toxunuşda sanki bir musiqi səslənir. Hələ ifa eləməmişik da, düzdür. O da biraz sazı o yan bu tərəfə mizrab vurur. El dilindən desək, biraz dıngıldadır və nəticədə adını qoyur aşıq. Yəni, çıxır küçədə, orada, burada. Yəni, aşıq sənətinin yükünü daşımaq çox çətin bir şeydir və onu xüsusi adamlar, xüsusi istedadlılar. Biz də ona görə eləyirik ki, sizin içərinizdən bəlkə elə bir istedadlısı çıxacaq ki, o aşıq sənətini nəinki dünyaya tanıtacaq, ölkə hüdudlarından kənarda, necə ki, keçmişdə Aşıq Ələsgərin ölkə hüdudlarının kənarda onun adı səslənir. Eləcə bir çox ustadlarımız olub ki, onu yad xalqlar onun şeirlərini, musiqilərini mənimsiyib. Biz keçən dərsimizdəki, bu dərs maraqlı gəlirmi sizə? Yəni, ən azından gedib o dastan kitablarına, ümumiyyətlə, boş vaxtlarınızda çalışın ki, bədii ədəbiyyat oxuyun. Xüsusən də xalq yaradıcılığını, folklorumuzu öyrənməyə çalışın ki, bu dilimizin zənginliyidir, dilimizin gözəlliyidir. Çox maraqlı dastanlarımız var. Axırıncı da hansı dastanları bilirsiniz, eşitmişsiniz? Dədə Qorqud. Orada neçə boydan ibarətdir, bilirsiniz mi, yox? Oradakı qəhrəmanlardan, o dastandakı qəhrəmanlardan adlarını deyə bilərsiniz. Basat kim olur? Basat. Basat. Təpəgöz. Əhvalatı, Basatın Təpəgöz. Qazan xan. Filmə baxmışsınız? Bəli, dokumentlərdə olmuşdur. Film var, Qazan xan. Filmin adı nədir? Dədə Qorqud.
Bax, bunların hamısına gelirsiniz. Özdeşi çox maraqlı elmlərdir. İndi ki, hər saniyəsində bir məna var, hər saniyəsində bir gözəl. Yaxşı, bax, bu mövzuda gələn dərsə söhbət edərik ki, daha da maraqlı olsun, daha da axtarışda olaq ki, görək, keçmişdə biz dəvə babalarımız nə edirik, biz nə edirik, nə eləmək istəyirik. Onun arada bir aşılamaq lazım ki, bir-birimizə inkişaf edəkdir. Keçən ildə biz o birisi qammada məşğələlər görək kim yaxşı eləyə bilir. Bax, donajör qammasını. Sonra başqa qammada bir dənəsində keçərik. Tək alt simləri olur, onu digər simlərə toxunur, bir-bir eləyək. Yox, ikinci barmağıyla. Yenə birinci. Yox, qulaq az, bax. Tələsmə. Yenə birincini sürüşdür, ya, aşağı bir fərdə aşağı asili, si, do. Yox, necə gəlmişdiksə, o cürdə qayda. Üçüncü barmaq, çünki hansını harada işlətmişiksə o barmağı, o cürdə geniş gəlir. Yox, düz eləmək. Yox, ikinci barmaq idi. Bir də ikinci barmaq. Sol, birinci barmaq. Ya, yenə birinci barmaq. Yox, yenə birinci barmaq. Aşağı. Si, do. Sənə görüm. Və geri dönərkən görürsən, bax, bunu məşq eləmək lazım ki, barmaqlar, həm də ki, biz sazda notların adını bilirik, sazda kəlmələrdən daha da yaxından bələd oluruq ki, hava ifa eləyəndə yaxşı olur. Tələsmə. Ama ölçüm elə də, birincisi ki, hansı ölçüdə edir. Burada barmaqların vuruşuna görürsən, bax. Bilirəm, görürsən, rahat bax. Görürsən? Bunun tremollarını da eləmək olur. Digər simlərə toxunmaq lazım deyil. Ancaq onunla görədir ki, həmin melodiya simindən düzgün istifadə eləmək və digər simlərə toxunmaq özünü idarə edirsən. Bir də var ki, elə bütün simlər görürsən, bir də bir şey sizə deyim, bax, qulaq asın. Tutaq ki, ruhani ifa edirik da. Şimdi bax, oxşu sim, bütün simlərə lazım olanda tələsmək. Bax, qulaq asaq, bax.
toxunuruq da. Burada tələb olunan bu vacibdir. Bax. Görürsən? Bir də bütün hamısından istifadə edərkən o musiqi keyfiyyətini itirir. Obrazı itirir də, başa düşürsünüz. Digər simlər səslənənə qədər bu keyfiyyətini bir də var ki, başdan bütün başdan ayaq üzrə ifa eləmiş olsa dinləyiciyi yormuş oluruq və özümüzdə zövqümüz çoxlanır. Yəni, hər simin özünün öz mənası var. Sən ifa eləyiyorsun. Tələsmədə bax. Biraz asta götür. Notlardan izah eləmişdi. Bütün not, şərək not, yaxın gəlin, hamı yaxın gəlsin. Burada sizə bir dənə göstərəcəm. Yəni, bütün notlardan hamı xəbəri var. Onun çəkəcək, bax. Səhifə 24 olmalı. Görürsünüz, burada notların ölçüsünə görə bölünmə qaydası. Görürsünüz, bir bütöv not 2 yarım tərkibində nə oldu? 2 dənə yarım not göstərildi. Görürsünüz, yəni qaranlıq bir şey yoxdur ki. Bir yarım notda neçə dənə çərək not var? Burada yazılır, çərək not deyil. Neçə çərək not var sizdə? Ay, sağ ol. İndi bir çərək notda neçə dənə səkizlik var? Yox, 4 dənə. Yox, 3 dənə. 2, 4 dənə. Niyə 4 Bir dənə. Yox, bax, diqqətli olar, bax, görürük, bax. Bu birisilərə baxmırıq, bu tərəfdə yoxdur. Bax, görürsünüz, bir yarım notda tərkibində nədir? Sağda, solda. 2 dənə. Niyə 3 yarım götürmədik? notdur. Niyə olur ki? Bu özüdür. Aşağı özünü niyə sayırsan? Bu özü 2 yerə bölünür. Bir almadır. Onun 2 dənə yarısı olmur. 2 yerə bölünür, nə olur? 2 dənə yarısı olur. Düzdürmü? Bunda da həmin qaydadır. Görürsən? İndi bir yarım notda neçə dənə çərək not var? 2 dənə. Aha. İndi bir yarım notda neçə dənə səkizlik var? 2 dənə. Yox. 5 dənə. 4 dənə. Mən də 4 dənə. Bölünə-bölünə 2-yə bölünür da, başa düşürsün. Və yaxud da o cüt rəqəmlər, tək rəqəm yoxdur. Musiqidə ümumiyyətlə o tək rəqəm yarımçıq hesab olunur da, başa düşdünüz. İndi bütöv not, çərək notu tanıdıq. Necə yazılır? Burada yazılışını da görürük. Düzdür, bax, görürsən, bütöv notda sadəcə bir dənə dairə çəkilir. Yarım notda bir çubuq şəkili çəkilir, bir dənə dairə aşağı sol tərəfindən qoyulur. Diqqətli olaq. Bu necə oldu? Yarım not oldu. Çərək notda isə sadəcə, bax, görürsən,
bu kitabı şey eləməyək, qaralamayaq. Bir dənə Dəftər verin ayım. dəftər verin mənə. Yazılma forması. Mən sizə nəyə görə bunu deyirəm? Bu musiqinin kitabı. Məsələn, hərfləridir sanki. Biz necə ki, hərfləri oxuyuruq. Bu da musiqinin hərfləri. Bunu biləyəndən sonra biz ilərdə sizə bir dənə də göstərəcəm. Bundan sadələrdir. Biraz melodiya xarakterli. Burada səhifə 30 var. 30 göstərəcəm sizə. Burada sanki heç nə bilmirsən də. Yəni, amma qaydaları bilirik. Düzdür? Bax, çıxar. Şimdi mən buna baxıb ifa edəcəm. Bax, fikir verək. Sizə ən sadəsini göstərəm. Bax, bu saylandır. 1 və 2 və. Görürsən mi? Burada nə göstərir? 4, 2. Düzdür? Yəni, bir xanədə, burada da xanə xətti var. Görürsünüzmü? Deməli, bir xanədə 2 say var. Amma baxmayaraq ki, 3 dənə görürük, düzdür? Bunu 3 yerə saymarıq. Bunun ikisini bir vəyə sayacaq. Amma bu tək özü bir vəyə. 1 və üstdən ox işarəsi də görünür. 1 və 2 sayılır. Üst mizraba aiddir. Yəni, ox işarəsi üstdən aşağısa üst mizrabı vurmuş oluruq. Bax, 1 və 2 və. Bax, indi həmin notucan, bax. 1 və 2 və. Gördün mü, bax. 1 və. Sonra gəlirik. İkinci xanə xalıqlardır. Xalıqda səssizlik demək, səs çalınmaq. Bax, indi qulaq asaq, bax. Birinci xanə, ikinci xanəni çalınır. 1, bax, 1 və 2 və 2 və bu çərəyin pauzasıdır. Yəni, biz 1 və bunu deyirik, 2 və də bunu qulaq asırsınız, 2 və də bunu deyirik. Yəni, görürsən, bax, musiqini əgər biz eşitmədiyimiz bir musiqini qoysalar qabağımıza, buna baxa-baxa ifa edə bilərik. Amma yaddaşla etdiyimiz musiqi, yaddaşımızdan çıxdı, qaldıq, belə çıxılmaz mıydı. Amma belə bu cür formada notu ifa eləmiş olsaq, biz bilmədiyimiz bir musiqini qoyarlar qabağımıza, başlayarıq sayılır. Məsələn, bax, bunun melodiya formasını buradan sayılır. Bax, sən burada sayla bax, bunu görürsən, bax. 1 və 2 və 1 və bu səssiz olaraq elə bir rəngdə sayırsan 2 və təzdən 1 və 2 və bunu ifa edeyim bax. Görürsən? 4 yox da, mənim. 1 və 2 və 1 və 2 və. Başa düşdünüz, yoxsa yox? Şimdi kim bunu eləyə bilər, sazla ifa eləyə bilər? Ya mən sazla göstərim, sahibinə göstərsin. Bunda başlayaq. Bax, indi bunun notlar hansılardır, onu da bilirik də. Bax, mesela do. Bu hansı notdur? Fa. Do, fa, mi. Baharda mı siz do, fa, mi oldunuz? Bax, bəyəkdən izah edirəm. Görsən, bax. Burada sənə göstərim, bax, bir dənə də səhvə 24-də. Bax, səhvə 24-də onun izahı var. Görsən mi? 5 dənə üfüqi xət var, düzdür? Bu, üstdən aşağı sayılır. Bax, bu səhvə. Bura, onu sənə izah edeyim ki, bunu hardan bildiyini, onun üçün o rahat gəlir. Görsün Cəbra, bax, 1, 2, 3, 4, 5, görürsən 5 dənə uşaqlar. Biraz diqqətli olar. Bax, 1, 2, 3, 4, 5, düzdür? Bax, bu xətləri yadımızda saxlayırıq, 5 xətdir.
İndi bax birinci xəttin səhifə 30 eləmi? Aha. Bax görürsən, altda bir dənə xətt çəkilib, üstündən yazılırsa bu olur donotu. Alt əlavə xəttin üzərində yazılır. Fanotu isə birinci xəttin, ikinci xəttin arasında yerləşir. Minotu harada yerləşəcək sizcə? Üçüncü xəttin. Yox, elə birinci xəttin üzərində da bundan yuxarıdakı faiz. Ağır lovğa nə deməkdir? Ağır lovğada, misal üçün, musiqinin xarakterini düşünsə, bax. Görürsən, lovğa hər bir adam görürsən, da belə ağır gedir, onu görürsən, xarakter verir, da. Bax. Görürsən, bunların hamısını bilsən, onu yaddaşla hiss eləmək. Bir də var ki, buna bax, melodiyanı çıxartmaq. Başa düşdüm? Bu da var. Görürsünüz, bu çox maraqlı bir şeydir. Elə, gələn dərsdə də bu yöndə buradan davam edək. Səhifə 30, sonra 24, bir də ki, səhifə 23. Səhifə 30, 24, 23. Bunları telefon yerinə, indi telefonla şəklinizi çəkə bilsəz də eləyə bilərsiniz. Görürsünüz, bax, parmaqların quruluşuna fikir verirsiniz, bax, mən sizə izah edeyim. Əyani şəkildə şəkillərdir, görürsünüz. Yanlış tutmaq olmaz. Bax, sizcə hansı doğrudur? Bu mənim. Deyəsən, bu doğrudur, bu yaxşı durur, deyəm. Hə? Eyni şeydə var. Çünki uzaqdan oxumayanlara, çünki burada hamısını göstərir da, yazılı formada. Bu uzaqdan hansı uşaqlar, hansı doğrudur? Doğru və yuxarıdakı. Aşağıdakı yaxşıdır, yoxsa yuxarıdakı? Yuxarıdakı. Hə, görürsən? Ona görə də bizim dərsimizin yəqin ki, yekunlaşan vaxtıdır. Hər halda bizə çalışaq ki, bu tapşırıqları da yerinə getirir. Bax, bu dediyim səhifələri çəkin, gələn dərsdə bizdən sonra eləyəcək. Hansı mənim? Amma baxmayaraq ki, bəzən çox yoruldur, mən elə istəyirəm ki, çox dərs keçdikdə artıq bilmədiniz ki, bəzi şeylərdə suallar yaranır. Gələn dərsdə onun hansını izah eləyəcək. Bu çəkir. Səhifə yox, səhifə 16-nı çək.